İkisi 11'i, 20'si və 29'u doğulanlar üçün oxuyacağım. Ümumiyyətcə karmiçki planlar gəlir, karmik planlar gəlir, karmiçki. Çünkü burada iki tarix var. Ola bilər sizi keçmişlə bağlı olan nələrsə olub, sizə xoşa gəlməz hadisələr və yaxud xoşa gəlməz bir söhbətlər, hətta belə tezədən buna bənzərini yaşayarsınız və yaxud o söhbətin üstünə girib çıxarsınız. Və yaxud da ki, burada karmiçki, məsəl üçün, tutaq ki, təkcə ikilərin özünü nəyisə xatırlaya bilərsiniz və yaxud nələrsə baş verirlər, o keçmişdəkinə bənzər. Əsas oradakı vəziyyətdən çıxmalısınız. Bir də ikilərdə maddiyyat yaxşı olacaq. Sonra ayın 11'i doğulanlar, fərqi yoxdur hansı ay, bu da 2 sayılır, 1-1-2. Bunlarda da 1-1, yəni 6-6, 7-7, 14, 5-5. Yəni ümumi götürsək, sizdə maddiyyat, pul əlinizə gələcək, amma xərcləmək istəməyəcəksiniz. Biraz xəsislik edəcəksiniz. Lazımi yerlərə pul xərcləyin ki, gəlsin. Xəsislik gərək eləməyəsiniz. Sonra 20'li tarixləri, 20 də gənə karmadır, 29 da karmadır. Bunlar hər ikisi biraz pozitiv düşürməlisiniz 20'lər və 29'lar. Biraz keçmişi çox qurtalamayın, çox axtarış eləməyin özünüz üçün. Sizə can sıxıcılıq verə bilər. 20'də ümumiyyətcə 6, 2, 8, ümumiyyətcə 20'də 6'da, yəni vursaq, toplasaq, bölüb çıxsaq, gəlir çıxır 6'ya. Yəni 6 da kayıfdır. Çox kayfa oynamayasınız gerək, çox kayfın dalınca qaçmayasınız. Hə, mən bu şirniyyatdan keyif alıram, bunu 2 dəfə, 3 dəfə artıq yiyim və yaxud mən bu çaydan keyif alıram, bunu daha tünd içim və yaxud filan kəslə aram yaxşıdır. Yəni sevgi münasibətində deyirəm, hə, mənə sevgi mənasından deyirəm, hə, bu insan mənə lazım deyil, amma mən o insanın dalınca qaçıram. O insan mənə özündən uzaqlaşdır, amma mən gedirəm saqqız kimi yapışıram. Yəni belə şeylər etməyəsiniz gerək, sırf öz keyfiniz üçün deyə. Yəni egoistcəsinə gerək yaxınlaşmayasınız. Bir də ki, 29'da ümumiyyətcə kimsə sizi aldada bilər, aldanmaqdan qaçın. Yəni biraz ehtiyatlı olmalısınız, kimsə sizi aldada bilər. Sən mənə pul ver, mən sən filan iş düzələcəm, sən keyflə oturacaqsan. İş görməyirsən, rahat oturacaqsan və yaxud da ki, hərəkət pul qoyaq bir yerdə filan şey alacaq. Yəni hər şeyi tez alınmayın, alına bilərsiniz.